Əlişir Nəvainin 580 illiyi ilə bağlı onun əsərlərindən ibarət kitab işıq üzü görüb. Ölkəmizdə səfərdə olan Özbəkistan parlamentinin üzvləri və Milli Məclisin deputatlarının iştirakı ilə baş tutan tədbirdə bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə yaxın zamanda Azərbaycan-Özbək Türk dili lüğəti də nəşr olunacaq. Qeyd olunub ki, Nizami Gəncəvinin xəmsəsindən 3 əsr sonra Əlişir Nəvainin də eyni adda əsər qələmə alması bütün türk dünyası üçün əhəmiyyətli hadisədir. Şairin yaradıcılığı bugün də türk dilli ölkələr arasındakı dostluq münasibətlərində mühüm rol oynayır. Nəvai yaradıcılığı nəinki türk dünyasında, eləcə də Almaniya, Fransa, Yaponiya kimi ölkələrdə də tədqiq olunur. Kitabın təqdimatı mərasimi bədii kompozisiya ilə davam edib. Bu günləri burada Türk dünyasının və eyni zamanda Özbəkistanın böyük şairi, mütəfəkkiri Əlişir Nəvainin 580 illiyi ilə bağlı biz fond tərəfindən buraxılmış kitabın təqdimatını keçiririk. Və bilirsiniz, Nəvai Türk dünyasının ən parlaq nümayəndələrindən, ədəbiyyat nümayəndələrindən biridir və ilk xəmsəni türk dilində yazan şairlərdəndir.